Müdavimlər, hər birinizi xoş gördük. Mən Mürsalova Gülnarə, Fes Akademinin kurikulum müəllimi. Dəyərli müəllimlər, bu gün sizinlə çox maraqlı bir nəzəriyyənin izahına baxırıq. Əslində, nəzəriyyələr konkret olaraq artıq faktoloji bilik şəklində deyil də, inteqrasiya olunmuş suallar çərçivəsində sizin qarşınıza çıxa bilər. İstər MİQ müəllimləri, istər sertifikasiya müəllimlərinin bütün nəzəriyyələrdən, pedaqoji yanaşmalardan xəbəri olmalıdır ki, situasiyaların içərisində doğru qərar verə bilsinlər. Yəni, bugün sizin Jean Piaget nəzəriyyəsini öyrənməkdə məqsədiniz bu olmalıdır ki, Jean Piaget bizə nəyə çatdırmaq istəyirdi? Biz təhsildə onun nəzəriyyəsindən bir müəllim olaraq nəyə götürməliyik və nəyə diqqət etməliyik? Gəlin baxaq, görək nəzəriyyənin mahiyyətində nə dayanır? Ümumiyyətlə, hər bir nəzəriyyənin öz mahiyyəti var, yəni öz məzmunu var, ifadə etdiyi bir fikir var. Məsələn, Gardner nəzəriyyəsində müxtəlif intellektlərin nəzərə alınması ilə dərsin qurulmasını tələb edirdi, diferensiyanı təmin etmək olardı. Vygotsky nəzəriyyəsində şagirdin öyrənməsində ona dəstək olmağı bizə tövsiyə edirdi və onun öyrənməsində sosial mühitin vacibliyini əks etdirirdi. Bu gün də Jean Piaget nəzəriyyəsində biz öyrənəcəyik ki, Jean Piaget bizə çatdırmaq istəyirdi ki, şagird öyrənmə prosesində aktiv iştirakçı olmalıdır, problemlərin həllində özü birbaşa iştirak etməlidir. Yəni, əgər biz şagirdə hazır şəkildə nə isə veririksə, o zaman həmin şagirdi artıq şikəst etmiş oluruq və onun öyrənməsində, onun araşdırıb öyrənməsinin qarşısını almış oluruq. Həmçinin Piagetə belə bir maraqlı sual da verilir ki, bəs axı şagirdə kömək etməsək, onun motivasiyası düşə bilər, öyrənmə marağı azala bilər. O zaman onun cavabı bu olub ki, şagirdlərə öyrənmə mühitini səmərəli yaratsanız, yəni maraqlı etsəniz, onlar özü öyrənməyə həvəs göstərəcək, yəni özləri öyrənməyə can atacaq. Siz sadəcə onlara elə bir maraqlı bir mühit yaradın ki, onlar həvəsli olsun, öyrənmə prosesi onlar üçün maraqlı olsun. Amma yaxından o prosesdə iştirak etmək, hər şeyi hazır şəkildə şagirdə təqdim etmək, öyrənmə prosesini şagirdə mühazirə oxuyaraq diktə etməyi qəti qadağan edirdi. Yəni, onların əleyhinə idi. Jean Piaget zehni inkişafı ilk dəfə mərhələli şəkildə araşdıran psixoloq olub. Baxın, zehni inkişafı ilk dəfə mərhələli şəkildə araşdıran. Yəni, idraki zehni inkişafı ilk dəfə kim araşdırıb? Jean Piaget. Əslində, Jean Piagetə qədər bir neçə mütəxəssis araşdırıb psixoloq, amma sistemli şəkildə, mərhələli şəkildə araşdıran isə Piagetin özü olmuşdu. Piagetin zehni inkişaf nəzəriyyəsi İstər təlimçilərə, istər tərbiyəçilərə, yəni insanlara çox böyük bir mesaj ötürürdü. O deyirdi ki, öyrənmə prosesində əsas bizim yanaşmamız konstruktivizm yanaşması olmalıdır. Bu da nə deməkdir? Bayaq dediyim kimi, öyrənmə prosesində şagirdin aktiv olması, pasiv mövqedə qalmamasıdır. Özü öyrənməsi üçün şagird həvəs göstərməlidir. Yəni, öz marağına görə öyrənməyə həvəs göstərməlidir. Məsələn, Piaget deyirdi ki, bir uşaq ağacın necə böyüdüyünü bilmək istəyirsə, siz ona bu prosesi danışmayın. Bu prosesi onun üçün vizuallaşdırın və ona özü ilə bir yerdə bir ağac əkin və yaxud da şagird özü bir ağac əksin, ona qulluq etsin, onun necə böyüdüyünü müşahidə etsin. Deməli, Piaget zehni inkişafı 4 mərhələyə bölürdü. Hissi hərəki mərhələ, ilkin əməli mərhələ, konkret əməli mərhələ, formal əməli mərhələ. Bəzən siz bunların adını fərqli-fərqli görə bilərsiniz hansısa bir ədəbiyyatda, amma hələlik sizə düşəsi, yəni metodikada sizə düşən hissə, adlar belə gedir. Yəni, hissi hərəki, ilkin əməli, konkret əməli mərhələ, formal əməli. Məsələn, formal əməli mərhələni mücərrəd əməliyyatlar mərhələsi kimi görə bilərsiniz və yaxud da hissi hərəki mərhələni sensmotor mərhələ kimi də görə bilərsiniz. Davam edirik hissi hərəki mərhələ ilə. Şəkillərlə daha gözəl yadınızda qalacaq deyə şəkillərdən istifadə etmək istədim. Hissi hərəki mərhələnin öz xüsusiyyətləri var. Əsasən 0-2 yaşı əhatə edir, amma bir şeyi qeyd edin, bunu siz də qeyd edin ki, bu yaşlar konkret yaşlar deyil. Yəni, bütün uşaqlar 2 yaşa qədər hissi hərəki mərhələni
hər biri keçməlidir, belə bir şey yoxdur. Elə uşaq var ki, 3 yaşdadır, amma hələ də hissi hərəki mərhələdə ola bilər. Yəni bunu yadda saxlayın ki, Piaget qeyd edirdi, bütün uşaqlar 4 mərhələdən keçir, amma müxtəlif yaşlarda. Müxtəlif yaşlarda olması gözləniləndir. Amma məsələn biz deyə bilmərik, hər hansı bir uşaq yalnız 3 mərhələdən keçib. Yox, 4 mərhələdən keçib. Hansı yaşlarda artıq bu onun individual, yəni şəxsi uşağa özəl olan bir xüsusiyyətdir. Hansı yaşda hansı mərhələni keçməsi. Hər birimiz fərqli-fərqli yaşlarda bu mərhələləri keçirik. Məsələn, elə tələbə olur ki, deyir müəllim, mənim övladımın 4 yaşı var, 100-ə qədər geri və irəli saymağı bacarır. Amma Piagetə görə bunu şagird ancaq 6 yaşdan bacara bilərdi. Ancaq deməyim də, yəni 6 yaşdan sonra daha yaxşı uşaqlar bacara bilərlər. Ona görə mərhələlər biraz fərqli-fərqli ola bilər yaşa görə. Deməli, mərhələnin əsas xüsusiyyətləri odur ki, anadan ayrılmaq qorxusu olur. Uşaqlar öz sevdiyi əşyalar olsun, insanlar olsun, bir bağlılıq olur, ayrılmaq qorxusu olur. Ona görə məhz Piaget deyirdi, müəyyən müddətə qədər ana və ata övladına dəstək olmalıdır. Onun o ayrılmaq qorxusunu ta ki uşaq başa düşəcək ki, ana harasa gedəndə geri dönə bilər, ata harasa gedəndə evə gələcək. Bax, bu düşüncə nə vaxt ki artıq uşaqda tam formalaşır, ondan sonra siz uşağı rahat şəkildə belə deyim, tək qoya bilərsiniz. Amma 3 yaşına qədər, mütləq şəkildə 2 yaşına qədər ana övladının yanında olmalıdır. Məsələn, adətən bu yaşda uşaqlar ana ilə yatmaq istəyir, ananın qoxusu onları sakitləşdirir. Yəni, onlar elə düşünür ki, ana bugün yanımda olmasa, ananı bir də görməyəcəm. Əşyanı görəndə var olduğuna inanır. Əşya yanından getdimi? Məsələn, ana, nənə və yaxud da sevdiyi bir əşyanı əlindən alsanız, o daha düşünür ki, bu əşya yoxdur, heç vaxt geri gəlməyəcək. Ona görə bu mərhələnin başqa bir açar sözü əşyaları görəndə o əşyanın var olduğuna inanır. Amma hissi hərəki mərhələnin artıq sonuna yaxın, baxın, sonuna yaxın deyirəm. Yəni 2 yaşa yaxın əşya davamlılığı fikri şagirddə formalaşır uşaqda. Əşya davamlılığı nə deməkdir? Yəni artıq başa düşür ki, əşya görməyəndə də var ola bilər. Yəni bugün ana yoxdursa, o 1 saatdan sonra evə qayıda bilər. Bu nə zaman olur? 2 yaşa yaxın. Hissi hərəki mərhələnin sonu deyirik biz bu mərhələyə. Sonra başqa nə deyə bilərik? Reflekslərlə öyrənirlər, hərəkətlərlə, reflekslərlə öyrənirlər. Əsasən rəngbərəng əşyaları sevirlər. Məsələn, qarışıq rəngləri çox sevirlər ki, onlara maraq göstərirlər, nəsə hazırlasınlar. Kiçik motor bacarıqlar formalaşır uşaqlarda, əl bacarıqları deyirik. Yəni, daha kiçik hərəkətlər uşaqlarda formalaşır. Daha sonra kiminsə dediyini təkrarlamağa meyilli olurlar. Yəni, siz nəsə deyirsiniz, bu onlara maraqlı olur və onu təkrarlayırlar. Əşyalarla qarşılıqlı şəkildə manipulyasiya edərək öyrənməyi sevirlər, toxunaraq öyrənməyi sevirlər, refleksiya edərək öyrənməyi sevirlər. Deməli, anadan ayrılmaq qorxusunu da dedik. Keçirik növbəti mərhələmizə, ilkin əməli mərhələ. Gəlin görək, ilkin əməli mərhələdə hansı proseslər baş verir. İlkin əməli mərhələdə bu xüsusiyyətdə olan şagirdlərdə egosentrizm olur. Uşaqlarda daha doğrusu ego olur. Ego nə deməkdir? Mən mərkəzlilik. Hər şeyin mərkəzində özünü görmək istəyirlər. Dünya bunların ətrafında fırlanır deyə düşünürlər. Bu da nədən ibarətdir? Yəni, bu onların həmin yaş sindromu ilə bağlıdır. Yəni, mənəm, mənim dediyim olmalıdır, mən haqlıyam, siz nə deyirsiniz, qəbul etmirlər. Bu da müəyyən müddətə qədərdir. Yəni, artıq konkret əməli mərhələdə Piaget deyirdi, bu dəyişəcək. Ego qırılacaq artıq şagirddə, uşaqda. Yəni, bu mərhələdə isə normaldır. 2-7 yaşda normaldır uşaqda mən mərkəzliyinin olması, egosentrizmin olması. Sonra ümumiləşdirmə aparırlar. Bu da nə ilə bağlıdır? Təcrübələri zəifdir. Təcrübə topladıqca
onlar daha məlumatlı olurlar. Amma məhdud təcrübələri olduqlarına görə ümumiləşdirmə aparırlar. Məsələn, eyni vaxtda həm şimşək çaxsa, həm telefon zəng çalsa, elə biləcəklər ki, bunlar bir-biri ilə əlaqəlidir. Və yaxud da bir neçə insan eyni vaxtda uşağın yanında olsa, uşaq elə biləcək ki, bunlar bir-biri ilə qohumdurlar. Yəni eyni vaxtda gəldiklərinə görə. Bu artıq uşaqda ümumiləşdirmə aparmaq deyirik də biz buna. Yəni məhdud təcrübəsi olduğuna görə ümumiləşdirmələr aparırlar. Rollu oyun bu mərhələnin əsas açar sözlərindən biridir. Dilin inkişafı baş verir artıq ilkin əməli mərhələdə. Rollu oyunlar. Uşaqlar əşyalarının canlı olduğuna inanır. Yəni bu mərhələdə düşünürlər ki, onların əşyaları, gəlincikləri və yaxud da maşınları, oğlanlar adətən maşın sürür, canlıdırlar və bunu hiss edirlər. Məsələn, baxırsan ki, qızlar gəlinciyə yemək verir, geyim hazırlayır, harasa götürüb qonaq getmək istəyirlər. Yəni düşünürlər ki, onların əşyaları canlıdır. Daha sonra geriyə saya bilirlər. Daha doğrusu irəli saya bilirlər, amma geriyə saya bilmirlər. Geriyə saymaq və irəli saymaq, beyində hesablama bundan sonraki mərhələdə baş verəcək. Amma bu mərhələdə geriyə düşünə bilmək bu uşaqlarda çətindir. Yəni məsələn deyirsən 1-dən 20-yə kimi sayır, amma 20-dən 1-ə qədər gəl, çətinliyi çəkir. Yenə də deyirəm, sizin övladlarınız sizin ola bilər aranızda hansısa bir müəllimin övladı bunu bacarsın. Ona görə vurğulayıram ki, hər uşaq müəyyən yaşda müəyyən mərhələni keçə bilər. Niyə sualını tez-tez verirlər? Ən çox uşaqların beynində sual olan mərhələ məhz ilkin əməli mərhələdir. Niyə belə oldu? Səbəb nədir? Və siz bu suallara düzgün şəkildə cavab verməlisiniz. Adətən biz ya işimizin çoxluğu olur və yaxud da vaxtımız məhdud olur. Həmin dövrdə uşaqların suallarına çox az cavab veririk. Yəni həmin dövrün məntiqli şəkildə keçməsinin bir növ qarşısını almış oluruq. Amma bu dövr uşağın öyrənməsi üçün, onun qavrayışının zənginləşməsi üçün mühüm dövrlərdən biri hesab olunur. Təştərəfli qruplaşma baş verir, qruplaşdıra bilirlər əşyaları, rəngləri, fiqurları. Məsələn, uşaq qırmızının bir tonunu bilir, bir neçə tonun ayırd edə bilmir. Deyirsən qırmızı gətir, açıq qırmızı. Bütün qırmızıları toplayıb gələcək. Yəni təştərəfli qruplaşdırmağı bacarır da, qırmızının bir rəngini bilir. Məsələn, fiqurun bir rəngini bilir. Həm sarı, həm kvadrat formasında olan fiquru tapmaqda əziyyət çəkəcək. Əgər orada düzbucaqlı formada, kvadrat formasında fiqurlar varsa, siz də deyirsiniz düzbucaqlı olanı gətir, uşaq bütün o fiqurları, sarı fiqurları yığıb gətirəcək sizə. Artıq baxmayacaq ki, axı mən həm sarını tapmalıyam, həm düzbucaqlı olanı tapmalıyam. Əşyaları tək tərəfli qruplaşdırmağı bacarır. Daha sonra gəlirik 3-cü mərhələmiz konkret əməli mərhələ. Konkret əməli mərhələdə şagirddə məntiqi təfəkkür formalaşmağa başlayır. Yəni artıq yavaş-yavaş ilkin əməli mərhələdən şagird çıxır, ego dağılmağa başlayır, mən mərkəzçiliyi dağılmağa başlayır. Artıq şagird həyatdakı hadisələrdən, nümunələrdən qayda çıxartmağı başa düşür. Məsələn, şagird yerə zibil atırsa, ona kimsə deyirsə yerə zibil atmaq qadağandır, o bunu öyrənir və bir daha bunu etmir. Və yaxud da dərsə vaxtında gəlmək lazımdır, bir dəfə gecikir, ikinci dəfə müəllim ona qaydanı xatırlatdıqdan sonra o bir daha dərsə gecikmir. Və yaxud da kiminsə əşyasını icazəsiz götürür, amma ona deyirsən ki, əşyanı icazəsiz götürmək olmaz, o artıq əşyanı götürmür. Yəni nümunələri, hadisələri görür və özü üçün qaydalar çıxardır. Ona görə də induktiv düşünmə forması konkret əməli mərhələyə aiddir. Deməli, başqa bu mərhələdə həm geriyə, həm irəli saymaq baş verir, artıq beyində hesablama olur. Konkret əməli mərhələdə beyində hesablayır. İlkin əməldə barmaqlar, çöplər vasitəsilə, abaküs vasitəsilə hesablaya bilirdisə, artıq konkret əməli mərhələdə bu tamamilə dəyişir. Məsələn, artıq şagird bilir ki, hər hansı bir əşyanın əgər həcmi dəyişmirsə, onun miqdarı da dəyişməz olaraq qalır. Məsələn, belə deyək də, qələmimi bir dəqiqə götürüm.
Məsələn, uşaq bir belə bidon görür, bir də belə və eyni miqdarda su. Məsələn, 1 litr su buna da tökülsə 1 litr olacaq, buna da tökülsə 1 litr olacağını anlayır. Amma ilkin əməli mərhələdə belə deyildi. İlkin əməli mərhələdə uşaq elə bilirdi ki, bura tökülən suyun miqdarı artır. Yəni qab böyükdür deyə elə bilirdi qab böyük olanda miqdar da nə olacaq? Artacaq. Qələmi biraz nazik götürək. Aha, miqdar da artıq 60 olacaq. Konkret əməli mərhələdə isə şagird artıq uzunluğun, kütlənin, həcmin, miqdarına belə deyək, heç nə əlavə olunmayıbsa, onun nə həcmi, nə uzunluğu, nə kütləsi dəyişməz olaraq qaldığını başa düşür bu mərhələdə. Daha sonra əşyaları hərtərəfli qruplaşdırmağı bacarır. Həm rənginə görə, həm formasına görə, həm ölçüsünə görə. Bu hərtərəfli qruplaşdırmaq deməkdir. İlkin əməli mərhələdə bir tərəfli qruplaşdırırdı. Amma deməli, konkret əməli mərhələdə isə hərtərəfli qruplaşdırır. Formal əməli mərhələ Jean Piaget'in fikrinə görə formal əməli mərhələ zehni inkişafın, düşünmənin ən yüksək mərhələsidir. Adətən 12 yaşdan başlayır və sona qədər davam edir. Artıq bu dövrdə şagirddə nəinki məntiqi təfəkkür, həm abstrakt düşüncə, həm deduktiv düşüncə, artıq şagird provokativ suallara cavab axtarır, mübahisəli suallara cavab axtarır, müəyyən anlayışlar arasında sistemli şəkildə əlaqə qurub düşünə bilir, fərziyyələr qurur, ehtimallar yürüdür, arqumentlər gətirə bilir, nəticələr çıxarda bilir, açıq suallara daha əsaslı, daha sistemli şəkildə cavab tapa bilir, öz gələcəyi haqqında proqnozlar verə bilir, yəni gələcək nəticələri planlamaq qabiliyyəti olur, abstrakt düşüncəyə malik olur. Məsələn, şagird artıq formal əməli mərhələdə düşünür ki, görəsən oğurluq etmək, yəni ac olan insanın oğurluq etməsi düzgün addımdır, yoxsa səhv addımdır. Yəni bu artıq şagirdin həmin dövrdə şagirdin verdiyi cavab ola bilər. Yəni aşağı yaşlı uşağa bunu vermək düzgün deyil. Və yaxud da əgər xəstəsənsə aptekdən dərman götürə bilərsənmi? Yəni bunu dəyərləndir. Bir növ dilemmaların şagirdlərə verilməsi məhz formal əməli mərhələyə aiddir. Deduktiv düşüncə olur. Yəni sən artıq qaydaları bilirsən, sənə artıq qaydaları öyrətmək lazım deyil. Sən qaydaları bilirsən və qaydanı bilən kimi nümunələr belə çəkə bilirsən. Konkret əməli mərhələyə induktiv düşüncə aiddir. Amma formal əməli mərhələyə isə deduktiv düşüncə həmişə aid olur. Yəni formalın açar sözü deduktiv düşüncədir. Konkretin açar sözü, konkret əməli mərhələnin açar sözü isə induktiv düşünmədir müəllimlər. Belə müəllimlər, izahımız bitdi. Əgər bu izah sizə faydalı oldusa, o zaman izahı bəyənib paylaşmağı unutmayın və maraqlı sınaqlar işləmək istəyirsinizsə, bizim Telegram kanalımıza abunə ola bilərsiniz. İmtahan, MİQ, sertifikasiya, qəbul tipli suallarla tanış olmaq istəyirsinizsə, ödənişsiz WhatsApp qruplarımıza daxil ola bilərsiniz. Bunun üçün də yenə 055 527 2599 nömrəsinə mesaj yazaraq dərslərimiz haqqında ətraflı məlumat əldə edə bilərsiniz. Sağ olun, növbəti dərslərdə görüşərik.